Hello, bu ilanı göstərdiyim kimi bayaqlar Markizdən aldım. Bunu deməli storydə də görmüsünüz. Bundan əvvəlki vlogda da bu artıq həm story kimi gedəcəm təzə vlog üçün. Yadca gəl dedim, bəlkə orada olar, oradan aldım. Bu bursa qaşdılar var idi. Bu şarımla artıq baxdı. O biju var, şeyin altında Bijux yazılıb. 28'də. Burada deyəsən bilmirəm. Bir şarmı düşübmüş, görməmişəm. Ya yolda Səlim əlimi dartanda düşübmüş. Onda olub. Belə var. Biri də var, indi əlavə edəcəm. Və bu. Bunu da aldım. Qəşənglərdir. Ümumiyyətlə bunların hamısı bir yerdə qəşəng olar taxmaq. Sadəcə indi bağlamamışam. Və bu üzüyümlə də qəşəng tutur. Nəysə. Türklər kimi oldum takıcım. Baxın, burada bir belə şarmı var. O buralar biraz uşaq fason şarmı. Bir belə şarmı var. Bir də belə bulduz. Bir dənə də burada şarm yeri var. Vallahi bilmirəm. Səlim baş beynimi apardı. Baxmamışam, düşmüşüm. Şarmı olmayıb almışam. Bilmirəm, yolda qolumu dartanda ilişib düşüb şarmı. Vallahi nə Səlbin, nə mağazanın babalını yönmərəm, neysə. Şarmları göstərmək istəyirdim sizə. Göstərə bilsəm. Bu var. Bu biraz uşaq fasonudur. Çalışdım olmasına amma alınmır. Bir də bu var, ulduz var. Sonra yadınıza gəlir, bu 11 manat yarım kilosu. Kuraqa Petrovna Mindalyon yadınıza gəlir. Bu amma qaysı ilə, ərik və mindalinadır. Bu isə bayaqlar göstərdim, wasabi idi. Bu da belə xırçıltı, crunchdır, belə. Wasabini yedik Səlimlə. Baxın, dırnaqlarım necə var, elə də qalıb. Həm dırnaqlarınıza xeyir olsun, şellakdan, gellakdan əl çəkin. Həm pulunuz cibinizdə qalsın. Adilaq. Valla o 20 manat çıllaka verəncə 20 manata mən 4-5 dənə lak aldım. Bir dənə də 4-5 manata altdan baz alırsınız, üstdən də top coat alırsınız 3 manata filan, 3-4 manata, всё. Aylarla istədiyiniz rəngi baxın belə çəkirsiniz pilkasını. O pulu hər ay dırnağa gedəncə hərdən bir dəfə pilkaya, bir dəfə kusaçkaya, stylingsin ki yaxşı olur özdən. Verin, edin, dırnaqlarınız da möhkəm qalsın. Biraz özünüzə əziyyət verəcəksiniz, amma ondan az vaxt tələb eləyir. Cibinizdə pulunuzda qalsın. Pulunuz da cibinizdə pulunuzda qalsın, nə idi? Pulunuz da cibinizdə qalsın. Hello, gecəniz xeyir, qulaç örüklər. Deməli, mənim bu Madeiramın priключениясы nə oldu? Dünən yadıma düşüb ki, 3-cü gün mən bunlarla danışmışam və deyiblər ki, 3-4 günə mənə dedim, hardasa bir həftə. Düzdür, 3-cü gün bir həftə deyil. Madeiradan xəbər çıxmayıb. Yazmışam, daha doğrusu zəng vurdum. Deyirlər ki, xəbərimiz yoxdur, usta ilə danışmamışam. Deyirəm, bir zəhmət danışım. Və mən bildim ki, bunlar danışmayacaq, danışsa da bir dəfə zəng edəcəklər, usta cavab verə, cavab verməyə. Amma bu mən nə vaxt o ustaya zəng vurmuşam, o adam misaf var, dərhal cavab verir. Nəysə bir qədər gözlədim, bunlardan xəbər çıxmadı. Daha doğrusu deyəsə, əvvəl yazdım, sonra zəng vurdum bunlara. Ya sonra zəng vurandan sonra yazdım, nəysə, axırı danışdıq. İndi gələr, bu saat gələr, Madeiradan ses çıxmadı, ustaya zəng vurdum. Dedi, 3-4 günə hazır olacaq, dərhal cavab verdim. Niyə deyirəm, dərhal indi deyəcəm. Dedim, onda həftə sonuna gətirərsiniz, dedi, hə, xəbər edəcəm. Mən danışmışam. Amma bu Madeiradan xəbər çıxmayıb. Şimdi qızlara yazdım ki, başa söylüyorum, sizdən xəbər çıxmadı, xay filan kesim. Deyir, hə, biz ustaya düşə bilmədik, usta cavab vermədi ona görə, dedim, yəqin işi olub da bir neçə dəfə zəng vurun. Hə, sonra biraz keçib yazıblar. Siz usta ilə danışıbmış, dedim, mən usta ilə danışmışam, bir də təvəssüm işarəsi qoydum. Və dedim, dərhalda cavab verdi. Hə, danışmışsınız həftə sonra, dedim, inşallah. Deyir, подождем, da deyir. Var bir. Neyse, подождем ondan. Gerək bu Madeira bu dəfə incitdi mən. Valla əvvəl mənə Reyhanə xanım qulluq eləyirdi. Valla qızların hamısının xətrini çox istəyirəm. Reyhanənin də, Amaliyanın da, Şəbnəmin də insan kimi. Amma
Şəbnəm xanım mən bu dəfə incitdi. Elə bil ki, səhlənkar yanaşır. Görək də, Reyhanədə elə problem olmamışdı, amma Şəbnəm sanki mən deməsəm, yatalar məsələ yapmış, nəysə, mən deməsəm bu xanım etməyəcək heç nəyim. Ayrı-ayrılıqlı insan kimi xətirlərini çox istəyirəm, sadəcə satış məsləhətçisi kimi. Gətirsinə görək, həftə sonu görək nə olacaq. İnşallah yaxşı olur. Allah, bir ədəd əsəbi Səlim, Səlimcəm bu köynəyimi düzəltmişəm. Düzəlt o köynəyi. Və bir ədəd çarəsiz maması gidiyoruz. Biz də hara gedirik yenə bilmirik. Gəldik, bura sizin aksesuarısa baxın. Səlimə söz vermişəm ki, mağazinə icazə ver baxaq, sonra Papa John's'dan sənə pizza alacağım deyib, deyirəm, o bir dənə mağazində bir şey var, ona baxın, gedək. Baxın, belə bir yekali aldım, axtara qalmışdım. Bir dənə də bunun belə qaşlısı var idi, baxın. Bunu aldım, hələ bunu da alacağım, inşallah belə bir şeyini də aldım. Görsünüz ürəklərlə. Bunun burada şahməranı da vardı, xanım ara qoydu, bilmədim. Amma bilən burada aşağıda, görmədim. Aşağıda şahməranı da var, görsünüz. Papa John's'dayıq. Burada klasik pepperoni var. Minisindən zakaz verəcəm. Niyə? Çünki mən yeməyəcəm. Səlim də yeyib doyunca. Sadəcə pizza söz vermişim. Gözləyən Səlim. Əlimdən qorxmayın. Əlimə balaca bir yara var idi. Əzmişdim. Zilonka çəkdim. Yox, çəkdim almadım. Zilonka çəkmək istədim. Zilonka dağıldı. Oldu nə boyda yara? Yara yox, zilonka. Toçka boyda bir şeydi. Belki dezinfeksiya edib toçka boyda. Ona görə əlimdən qorxmayın. Sizə aldıqlarımı göstərim. Belə bir yekali aldım. Yesi burada əyri qalıb. Y hərfi kimi olduğu üçün yekali edim. Və belə. Yekali 10 manat idi, bu 9 manatdır. Yekalinin o günləri mən ağ qaşlısını almışdım. Bunu boynumdakı ilə taxmalarını göstərirəm. Baxın, buzuldu heç. Bunu da taxmışam bu ilə. O gün almışdım, nə zülümlə tapdım. Oradan tapdım mən bunu. İnşaatçılarda Şahin'in filialı var, Kargo'da, Markiz. Baxın, göstərmişdim. Markizdən almışdım, xatırlayırsın. Su yolları dəb olanda, indi də dəbdir. Neçə dənə ağ qaşdım var. Bir dənə də bu belə rəngli qaşdım var, gərək onu da taxım. Bizim mini pepperonimiz, buranın pizzaları süperdir. Deməli, Vəhşi Səlim birini yiyib. Yarımçıq deyir, onu pulurları da götürürəm. Elə bilir yiyəcəm mən. Bilmirəm, ana qurban, sənin üçün almışam. Hə, deməli, bunu mama üçün aldım. Bunu da özüm üçün aldım. Bu Opto'dan, inşaatçılardadır. Belə bir qabyon var idi. Endirimlə 1.79'a düşmüşdü. Qiymətləri yadımda deyil. Bir dənə biləm o 1.79'da yanın görək. Deməli, 9 manat 32 qəpik vermişəm. 3.75 hər bir kraskadır. 3 qəpik kulokdur. 1.79'da budur. Zamanlar mən bir türklərin, türk yazıçılarının, türkəli yazıçıların fanatı olmuşam. Tatsız bir öykü, Cərəm Mələk. BookTok'da, yəni ki TikTok'un book blogerları, türk blogerları, Türk BookTok'unda olan birdir. Belə baxdım, mündəricatına xoşum gəldi. Sevgi əhvalatı olmalıdır. Normalda 6.50'də endirimlə yanılmıramsa 5, yox, bunun içində 5.8 idi yanılmıramsa endirimlə. Gedirəm Himçiskaya, bax, divan üstün vermişdim. Yazdılar ki, hazırdır, gəlin götürün. Bayaq getmədim. Niyə belə oldu? Gedim onu aşağıdan götürüm, gəlin. Hə, gətirdim. Yaxşıca paketlənmişlər, upakovka eləmişlər. Prosta bir əlimdə belə qucaqlamışam, bir əlimdə bazarlıq. Xəşli çıxıb. Boğazım. Xəşli çıxıb. Amma sağ olsunlar, belə. Yenə tvarağımız, kəsmik, chia tumu və moruq. Qarışdırıq, yeyirik. Bizə nuş olsun.